Hər vaxtınız xeyir. Bugün sizə Xəzər dənizinin ən maraqlı və ziddiyyətli sakinlərindən birindən danışacağam. Söhbət mürəkkəb kimliyə malik olan xəşəm balığından gedir. Gəlin məsələnin birbaşa ürəyinə keçək. Bu balığın demək olar ki, iki fərqli şəxsiyyəti var. Bir tərəfdən balıqçıların Jerex deyə tanıdığı qorxunc bir ovçu, digər tərəfdənsə bizim xəşəm dediyimiz süfrələrimizin sevimli, ləzzətli bir təamı. Bəs yaxşı, bu iki tam fərqli kimlik bir canlıda necə birləşə bilir? Yaxşı, bəs bu balığı bu qədər usta bir ovcu edən nədir? Gəlin onun anatomiyasına, yəni bədən quruluşunun sirlərinə bir baş vuraq. Sadəcə onun bədən formasına bir nəzər salın. Uzunsov, yanlardan yastılanmış, sanki güclü çay axınlarını yarmaq üçün yaradılmış canlı bir torpedo kimidir. Güclü quyruğu isə ona inanılmaz sürət verir. Hər şeyi təqib üçün dizayn olunub. Bax bura çox maraqlıdır. Xəşəmin bildiyimiz mənada dişləri yoxdur. Qəribədir, elə deyilmi? Amma əvəzində alt çənəsində elə bir sümük çıxıntısı var ki, bu üst çənədəki yuvaya girərək şikarını sanki bir məngənə kimi sıxır. Yəni qaçış şansı qoymur. Təbiətin öz mühəndisliyi başqa heç nə. Onun ovisolu isə demək olar ki, bir döyüş filmi kimidir. O şikarını sadəcə tutmur, onu güclü bir quyruq zərbəsi ilə, sözün əsl mənasında nokaut edir. Və sonra da keyləşmiş ovunu bütöv şəkildə udur. Çox təsirlidir, hə? İndi isə bəlkə də ən inanılmaz fakta gəldik. Bilirsiniz, xəşəmin demək olar ki, mədəsi yoxdur. Necə yəni? Bəli, onun həzm sistemi ağızdan quyruğa uzanan sadə bir borudan ibarətdir. Məhz bu qəribəlik onun maddələr mübadiləsini inanılmaz sürətli edir. Yəni yedirləri tez həzm olunur, bu da ona sürətlə böyüməyə və yağ toplamağa imkan verir. Amma bu balığın hekayəsi təkcə onun mükəmməl ovçu olmasıyla bitmir, əsla. Onun bütün həyatı özü böyük bir səyahətdir. İki fərqli dünya arasında, şirin çay suları ilə duzlu dəniz arasında gedib gələn möhtəşəm bir səyahət. Təsəvvür edin, o bizim Kür çayımız kimi şirin sularda doğulur. Balaca vaxtlarını orada keçirir, böyüyür, sonra isə böyük dünyaya, yəni Xəzər dənizinə üst tutur. Yetkin həyatını orada ov edərək keçirir. Amma 5-6 yaşına çatanda inanılmaz bir instinktlə nəslini davam etdirmək üçün doğulduğu o çaya, eyni yerə geri qayıdır. Bu bizə bir daha göstərir ki, onun varlığı üçün həm çayların, həm də dənizin sağlam olması nə qədər həyati əhəmiyyət daşıyır. Bu rəqəmlər isə bizə bu prosesin nə qədər həssas olduğunu göstərir. Baxın, suyun temperaturu dəqiq olmalıdır, 10-14 dərəcə arası. Dərinlik də vacibdir və hər bir dişi balıq 10 minlərlə, bəzən 100 minlərlə kürü tökə bilir. Hər şey incə bir təbii tarazlıqdan asılıdır. Ancaq bu qədər gücə, bu qədər bacarığa baxmayaraq, hekayəmizdə kədərli bir dönüş nöqtəsi var. Bu möhtəşəm balıq təəssüf ki, ciddi təhlükə altındadır və sürətlə azalır. Yaxşı, bəs ağlabatan sual yaranır. Necə ola bilər ki, belə güclü, belə uyğunlaşmış bir yırtıcı birdən-birə yox olma təhlükəsi ilə üzləşsin? Səbəbi nədir? Cavab təəssüf ki, çox sadədir və birbaşa bizimlə, yəni insan fəaliyyəti ilə bağlıdır. Çayların üzərində qurduğumuz bəndlər onların min illərdir istifadə etdiyi miqrasiya yollarını kəsir. Kürü tökdükləri təbii yerləri məhv edirik, suyu çirkləndiririk və əlbəttə, həddindən artıq ovlanmada onun populyasiyasını demək olar ki, çöktürüb. Və bütün bu təzyiqlərin nəticəsi rəqəmlərdə dəhşətlidir. İllik ov miqdarı indi cəmi cümlətanı 0,25 tona, yəni 250 kiloqrama düşüb. Düşünün, bir vaxtlar bol olan bir sərvətdən geriyə qalan sadəcə budur. Yaxşı, bəs hər şey bitibmi? Bu hekayənin sonu beləmi olmalıdır? Xeyr, gəlin indi problemdən çıxış yoluna, bu növün bəlkə də yeganə xilas ümidinə nəzər salaq. Acı həqiqət budur ki, mütəxəssislərin rəyinə görə xəşəmin təbiətdə öz-özünə bərpa olunması artıq demək olar ki, mümkün deyil. Onun gələcəyi tamamilə süni yollardan, yəni insan müdaxiləsindən asılıdır. Məhz bu nöqtədə Varvara balıq artırma zavodu dövriyyəyə girir. Oradakı mütəxəssislər Cənubi Xəzər xəşəminin süni yolla artırılması üçün xüsusi elmi standartlar, yəni biotexniki normativlər hazırlayıblar. Məqsəd isə çox aydındır. Populyasiyanı yenidən ayağa qaldırmaq üçün hər il milyonlarla süni şəkildə yetişdirilmiş balıq körpəsini dənizə buraxmaq. Bu, kövrək bir ümiddir, lakin yenə də bir ümiddir.
Və bütün bunlar bizi son amma çox vacib bir suala gətirib çıxarır. Bu tək bir balığın hekayəsi əslində daha böyük bir məsələdən xəbər verir. Bu, bizim təbiətlə münasibətimiz haqqındadır. Görəsən, insan zəkası bir vaxtlar öz tərəqqisi ilə pozduğu tarazlığı yenidən bərpa etməyə qadirdirmi? Bu sualın cavabı hələ ki açıqdır və düşünməyə dəyər. Точки причалами